Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. 6-cı sinfin təhlükəsizlik qaydasına sizə testlər yönləndirmişdim. İndi həmin testlərin izahını verəcəm sizə. Deməli, birinci sualda soruşur ki, hansı fikir yanlışdır? Elektrik dreli ilə işlərkən diqqətli olun. Dreli işlədiyiniz nöqtədə sabit saxlamağa çalışın. Bu doğru fikirdir. Bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda yonqarın hissə-hissə hər tərəfə səpələnməsi ilə bağlıdır. Bəli, bu da doğru fikirdir. Təmirə başlamazdan əvvəl mütləq suyu bağlamaq lazımdır. Bu da doğru fikirdir. Ventil başlıqları yumrağız kəlbətinlə çıxarmaq olmaz. Çünki ventilin səthi zədələnə bilər. Deməli, yanlış fikir elə budur. Çünki onları yumrağız yox, yastağız kəlbətində çıxarmaq olmaz. Əks halda onların səthi zədələnə bilər. Yerdə isə yivi qırmamaq üçün kranın və ventil başlıqlarının detallarını ehtiyatla əymədən burub çıxarmaq lazımdır. Bu isə doğru fikirdir. 2-də doğru olan təhlükəsizlik qaydası hansıdır? Oyub yerləşdirmə zamanı bağlayıcı mexanizm zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Ümumiyyətcə müəllimlər, təhlükəsizlik qaydalarında saz olmayan, iti olmayan, yəni bu sözləri görürsünüzsə, bunlar əksərən düzgün fikirlərdir. Yəni saz olmayan alətlər, düzgün quraşdırılmayan alətlər, daha sonra iti olmayan alətlər, belə deyək, müxtəlif zədələnmələrə səbəb ola bilər. Sanitar texniki avadanlığın təmirindən sonra, deməli, bizdən doğru fikri soruşur da, A variantı doğru fikirdir. B-yə baxaq. Sanitar texniki avadanlıqların təmirindən sonra su ötürücü sistemə su verərkən ventilin sınmaması üçün onu açmaq lazım deyil. Bu, ümumiyyətcə, tamamilə yanlış bir fikirdir. C-də təmir edilmiş avadanlıqdan suyun axmağına əmin olduqdan sonra onu tam açmaq olar. Suyun axmağına yox, axmadığından əmin olduqdan sonra onu açmaq olar. Prinsip etibarilə elektrik ötürücülü alətin saz işləməsi vacib deyil. Təbii ki, alətin saz olması, bayaq dediyim kimi iti olması başlıca, belə deyək, nüanslardan biridir. Daha sonra 3-də doğru olan fikirləri seçin. Deməli, burada verilən qaydalardan, yəni testlərdən bir neçəsi və yaxud da ki, biri doğru olacaq. Qurumuş yapışqanı iti kəsici kənarları ola bilər. Bəli, qurumuş yapışqanın iti kəsici kənarları əmələ gəlir. Deməli, bizim variantımız içində 1 var. 1-ə baxırıq. Yalnız D variantında 1 yoxdur. D-ni çıxırıq. 2. İskənəni yalnız dəstəyi qabağı olmaqla ötürük. Bəli, doğrudur. İskənəni dəstəyi yalnız qabağı olmaqla ötürük. 1, 2. Baxırıq 1, 2 variantlarına. Deməli, bizim cavabımız ya A-dır, ya da B. 3-də oduncaqda olan pəstahı verstakın sıxacında məngəndə və çilingər məngənəsində bərkitmək olar. Baxın, oduncaqda olan pəstahı verstakın sıxacında da olar, məngənədə də olar, amma çilingər məngənəsində olmaz. Çünki çilingər məngənəsi metallarla işləyərkən istifadə edirik, amma biz burada oduncaqdan olan pəstahın hazırlanmasından danışırıq. Ona görə 3-cü variant səhvdir, yəni 3-cü sual səhvdir. Baxırıq 3 olan bizim onda qalmışdı A və B. Bu zaman A-nı da çıxırıq, qalır B variantı, yəni 1 və 2. Yenə də 4-ü oxuyuruq. Boyaları və həll ediciləri qızdırıcı cihazların yanında saxlayın. Təbii ki, saxlamayın, olmalıdır. 4-də ventillərdən, daha doğrusu verilənlərdən biri oduncağın bəzədilməsinə aid olan təhlükəsizlik qaydası deyil. Məmulatları yalnız atlıq taxta üzərində boyuyun. Bəli, bu təhlükəsizlik qaydasıdır. Məmulatları rənglədikdən sonra əlləri sabunla yuyun. Bu da oduncaq və metalları məmulatın rənglənməsi üzrə işləri havası tez-tez dəyişdirilən otaqda yerinə yetirin. Bu da doğru fikirdir, yəni təhlükəsizlik qaydasına aiddir. Həll edicilərdən və boyaların əl və üz dərsinə düşməsindən qoruyun. Bəli, bu da doğrudur. Y variantında isə rənglənmədən əvvəl fırça və süngərli valı həll edicilərdə saxlanılır. Bu, belə deyək, doğru fikirdir, amma təhlükəsizlik qaydasına aid deyil. Bu, belə deyək, fırçaların rənglənmədən öncə və sonra həll edicilərdə saxlanmasına, yəni əvvəl saxlayırıq ki, həll edicidə onlar yumşalsın. Artıq belə deyək, proses bitdikdən sonra, rənglənmə, boyama bitdikdən sonra onları həll edicilərdə saxlayır ki, belə deyək, onun üzərində olan boyalar, boya qalıqları üzərindən təmizlənsin. Y təhlükəsizlik qaydası deyil.
Sonra yanlış fikri seçin. Metal yonqarını və bıçqa ovuntusunu əllə süpürüb təmizləmək olmaz. Bəli, olmaz. Doğru fikirdir. Metal yonqarı təmizləyərkən xüsusi əlcəkdən və metal fırçadan istifadə etmək lazımdır. Bu da doğru fikirdir. Səlis dartılaraq işləyin. Müəllimlər, bu yanlış fikirdir. Səlis dartılaraq yox, səlis dartılaraq deyil, dartılmadan işləyin. Doğrusu bu formada olmalıdır. İşləyərkən bıçqının dəstəyi saz olmalıdır. Bəli. Yerdə isə lövhə quyruq hissədə yaxşı oturmalıdır. Bu da doğru fikirdir. Sonra 6. Doğru olan fikri seçirik. Ötmə şkalasındakı göstəriciləri oxuyarkən ştanger pərgəri gözlərdən bir qədər uzaq tutmaq lazımdır. Xeyr, gözlərin önündə tutmaq lazımdır ki, onları rahatlıqla görə bilək. Yəni, orada olan ölçüləri aydın formada görək. Ona görə A variantı yanlış fikirdir. Ştanger pərgərin dodaqlarının vəziyyətini yeyə ilə tənzimləmək olar. Xeyr, bu da yanlışdır. Yeyə ilə yox, vint ilə belə deyək, tənzimləmək olar. Əgər onun dodaqları belə deyək, əyilərsə və s. bu zaman onu vint vasitəsilə tənzimləyirik. Yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Yəni ştanger pərgərlə yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Bəli, bu doğru fikirdir. C variantı bizim cavabımız olacaq. A, D-də nə deyir? D-də deyir ki, aləti qızdırıcı cihazların üzərində qoymaq olar. Xeyr, olmaz. Bu yanlış fikirdir. Ştanger pərgərin üzərində tozu və sürtkü yağını təmiz parça və cəlalayıcı sumbata kağızla təmizləmək lazımdır. Baxın, sürtkü yağını təmiz parça ilə olar, amma cəlalayıcı sumbata kağızı ilə təmizləmək olmaz və bıçqı ilə təmizləmək olmaz. Bunlar yəni qadağan olan hissələrdir və Y variantı da beləliklə yanlış olur. Sonra 7-də doğru olan fikri seçin. İşin sonunda lehimləmə alətini elektrik şəbəkəsindən ayırmadan onu xüsusiyyətlığın üzərinə qoyun. Ayırdıqdan sonra onu xüsusiyyətlığın üzərinə qoymaq lazımdır. Deməli, A variantı yanlışdır. Şpindel tam dayandıqdan sonra təchizada əl vurmaq olar. Xeyr, o tam dayansa da müəyyən bir müddət işlədiyi üçün o belə deyək, isti formada olur. Əl vuran zaman müəyyən yanıqlara yol aça bilər. Ona görə o tam dayansa belə ona həmən əl vurmaq olmaz. Lehimləməyə başlamazdan əvvəl, deməli B-də səhvdir. Lehimləməyə başlamazdan əvvəl şəbəkə gərginliyinin, elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin olun. Bəli, doğru fikirdir ki, əmin olmaq lazımdır ki, lehimləmə alətində olan gərginliklə, belə deyim, elektrik şəbəkəsində olan gərginlik uyğunluq təşkil edir. D-də mühərrik işləyərkən reversin çevirici açarından istifadə etmək olar. Xeyr, qətiyyən çevirici açardan, yəni reversdən istifadə etmək olmaz. Yəni, təbii ki, mühərrik işləyən zaman istifadə etmək olmaz. Yəni, iş proses bitdikdən sonra istifadə edə bilərik. Mühərrik tam dayansa da direli əldən buraxmaq olmaz. Təbii ki, mühərrik tam dayandıqdan sonra onu əldən buraxmaq olar. 8-də yanlış fikri seçin. Qaynar maye ilə ehtiyatlı davranmalı, tutkacdan istifadə etməli, qapağı isə özünüzə tərəf olmaqla 3 dəfəyə qaldırın. Elə yanlış fikrimiz adı 3 dəfəyə qaldırın, yox 2 dəfəyə qaldırmaq lazımdır. Yarma, paxlalı bitkilər və makaron məmulatları quru yaxşı havalandırılan otaqda saxlanılır, doğrudur. Qızdırıcı elektrik cihazlarını quru əllə yandırmalı və söndürməli. Bu da doğrudur. Direlin pərçimlənməsinə yol verməmək üçün onu bərk sıxmaqla gücə salmaq olmaz. Bəli, bu da doğru fikirdir. Y-də isə bərk səthlərdə işləyərkən gücü çox olan direli iki əllə tutmaq lazımdır. Bəli, bu da doğru fikirdir. Deməli, bizim yanlış fikrimiz olur A variantı. D-də hansı təhlükəsizlik və sanitariya qaydası yanlışdır? Baxaq. Sacı yandırmaq üçün tez alovlanan və yanan mayələrdən istifadə etməyin. Bəli, doğrudur. Maxara hazırlayarkən sacı evdən kənarda, bunun üçün ayrılmış xüsusi yerdə yerləşdirin. Bu da doğru fikirdir. Doğrama zamanı bıçaq düzgün tutulmalıdır. Tiyəni yüngülcə sola əymək lazımdır. Baxın müəllimlər, elə yanlış C variantıdır ki, doğrama zamanı bıçağı düzgün tutulmalıdır. Tiyə yalnızca yüngülcə sağa əymək lazımdır. Deməli, bizim yanlış olan sanitariya və təhlükəsizlik qaydamız elə C variantıdır. Baxırıq deyə, isti emal edilməyən və çiy halda işlədilən bütün növ tərəvəzlər yaxşı yuyun. Yəni, isti formada emal edilməyən və çiy halda istifadə edəcəyimiz tərəvəzlər yaxşı yuyulmalıdır. Bu da doğrudur.
Sacı böyüyən ağacın yaxınlığında yerləşdirməyin. Bəli, bu da doğru təhlükəsizlik qaydasıdır. Deməli, bizim olduğu variantımız C variantı. Sonra onda isə geyimin hissələrini və saçların tikiş maşınının fırlanan hissələrini Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. 6-cı sinfin təhlükəsizlik qaydasına sizə testlər yönləndirmişdim. İndi həmin testlərin izahını verəcəm sizə. Deməli, birinci sualda soruşur ki, hansı fikir yanlışdır? Elektrik direli ilə işləyərkən diqqətli olun. Direli işlədiyiniz nöqtədə sabit saxlamağa çalışın. Bu doğru fikirdir. Bağlayıcı mexanizm quraşdırılması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda yonqarın hissə-hissə hər tərəfə səpələnməsi ilə bağlıdır. Bəli, bu da doğru fikirdir. Təmirə başlamazdan əvvəl mütləq suyu bağlamaq lazımdır. Bu da doğru fikirdir. Ventil başlıqları yumrağız kəlbətinlə çıxarmaq olmaz. Çünki ventilin səthi zədələnə bilər. Deməli, yanlış fikir elə budur. Çünki onları yumrağız yox, yastağız kəlbətinlə çıxarmaq olmaz. Əks halda onların səthi zədələnə bilər. Yerdə isə yivi qırmamaq üçün kranın və ventil başlıqlarının detallarını ehtiyatla əymədən burub çıxarmaq lazımdır. Bu isə doğru fikirdir. 2-də doğru olan təhlükəsizlik qaydası hansıdır? Oyub yerləşdirmə zamanı bağlayıcı mexanizm zədələnməsinə saz olmayan alətlərin istifadəsi səbəb ola bilər. Ümumiyyətcə müəllimlər, təhlükəsizlik qaydalarında saz olmayan, iti olmayan, yəni bu sözləri görürsünüzsə, bunlar əksərən düzgün fikirlərdir. Yəni saz olmayan alətlər, düzgün quraşdırılmayan alətlər, daha sonra iti olmayan alətlər, belə deyək, müxtəlif zədələnmələrə səbəb ola bilər. Sanitar texniki avadanlığın təmirindən sonra, deməli, bizdən doğru fikri soruşur da, A variantı doğru fikirdir. B-yə baxaq. Sanitar texniki avadanlıqların təmirindən sonra su ötürücü sistemə su verərkən ventilin sınmaması üçün onu açmaq lazım deyil. Bu, ümumiyyətcə, tamamilə yanlış bir fikirdir. C-də təmir edilmiş avadanlıqdan suyun axmağına əmin olduqdan sonra onu tam açmaq olar. Suyun axmağına yox, axmadığından əmin olduqdan sonra onu açmaq olar. Prinsip etibarilə elektrik ötürücülü alətin saz işləməsi vacib deyil. Təbii ki, alətin saz olması, bayaq dediyim kimi, iti olması başlıca, belə deyək, nüanslardan biridir. Daha sonra 3-də doğru olan fikirləri seçin. Deməli, burada verilən qaydalardan, yəni testlərdən bir neçəsi və yaxud da ki, biri doğru olacaq. Qurumuş yapışqanı iti kəsici kənarları ola bilər. Bəli, qurumuş yapışqanın iti kəsici kənarları əmələ gəlir. Deməli, bizim variantımız içində 1 var. 1-ə baxırıq. Yalnız D variantında 1 yoxdur. D-ni çıxırıq. 2. İskənəni yalnız dəstəyi qabağı olmaqla ötürük. Bəli, doğrudur. İskənəni dəstəyi yalnız qabağı olmaqla ötürük. 1, 2. Baxırıq 1, 2 variantlarına. Deməli, bizim cavabımız ya A-dır, ya da B. 3-də oduncaqda olan pəstahı verstakın sıxacında məngəndə və çilingər məngənəsində bərkitmək olar. Baxın, oduncaqda olan pəstahı verstakın sıxacında da olar, məngənədə də olar, amma çilingər məngənəsində olmaz. Çünki çilingər məngənəsi metallarla işləyərkən istifadə edirik, amma biz burada oduncaqdan olan pəstahın hazırlanmasından danışırıq. Ona görə 3-cü variant səhvdir, yəni 3-cü sual səhvdir. Baxırıq 3 olan bizim onda qalmışdı A və B. Bu zaman A-nı da çıxırıq, qalır B variantı, yəni 1 və 2. Yenə də 4-ü oxuyuruq. Boyaları və həll ediciləri qızdırıcı cihazların yanında saxlayın. Təbii ki, saxlamayın, olmalıdır. 4-də ventillərdən, daha doğrusu verilənlərdən biri oduncağın bəzədilməsinə aid olan təhlükəsizlik qaydası deyil. Məmulatları yalnız atlıq taxta üzərində boyuyun. Bəli, bu təhlükəsizlik qaydasıdır. Məmulatları rənglədikdən sonra əlləri sabunla yuyun. Bu da oduncaq və metalları məmulatın rənglənməsi üzrə işləri havası tez-tez dəyişdirilən otaqda yerinə yetirin. Bu da doğru fikirdir, yəni təhlükəsizlik qaydasına aiddir. Həll-edicilərdən və boyaların əl və üz dərsinə düşməsindən qoruyun. Bəli, bu da doğrudur. Y variantında isə rənglənmədən əvvəl fırça və süngərli valı həll edicilərdə saxlanılır. Bu, belə deyək, doğru fikirdir, amma təhlükəsizlik qaydasına aid deyil. Bu, belə deyək, fırçaların rənglənmədən öncə və sonra həlledilərdə saxlanmasına, yəni əvvəl saxlayırıq ki, həlledidə onlar yumşalsın. Artıq belə deyək, proses bitdikdən sonra, rənglənmə, boyama bitdikdən sonra onları həlledilərdə saxlayır ki, belə deyək, onun üzərində olan boyalar, boya qalıqları üzərindən təmizlənsin. Y təhlükəsizlik qaydası deyil.
Sonra yanlış fikri seçin. Metal yonqarını və bıçqa ovuntusunu əllə süpürüb təmizləmək olmaz. Bəli, olmaz. Doğru fikirdir. Metal yonqarı təmizləyərkən xüsusi əlcəkdən və metal fırçadan istifadə etmək lazımdır. Bu da doğru fikirdir. Səlis dartılaraq işləyin. Müəllimlər, bu yanlış fikirdir. Səlis dartılaraq yox, səlis dartılaraq deyil, dartılmadan işləyin. Doğrusu bu formada olmalıdır. İşləyərkən bıçqının dəstəyi saz olmalıdır. Bəli. Yerdə isə lövhə quyruq hissədə yaxşı oturmalıdır. Bu da doğru fikirdir. Sonra 6. Doğru olan fikri seçirik. Ötmə şkalasındakı göstəriciləri oxuyarkən ştanger pərgəri gözlərdən bir qədər uzaq tutmaq lazımdır. Xeyr, gözlərin önündə tutmaq lazımdır ki, onları rahatlıqla görə bilək. Yəni, orada olan ölçüləri aydın formada görək. Ona görə A variantı yanlış fikirdir. Ştanger pərgərin dodaqlarının vəziyyətini yeyə ilə tənzimləmək olar. Xeyr, bu da yanlışdır. Yeyə ilə yox, vint ilə belə deyək, tənzimləmək olar. Əgər onun dodaqları belə deyək, əyilərsə və s. bu zaman onu vint vasitəsilə tənzimləyirik. Yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Yəni ştanger pərgərlə yalnız cızığı və tilişkəsi olmayan təmiz detalları ölçmək olar. Bəli, bu doğru fikirdir. C variantı bizim cavabımız olacaq. A, D-də nə deyir? D-də deyir ki, aləti qızdırıcı cihazların üzərində qoymaq olar. Xeyr, olmaz. Bu yanlış fikirdir. Ştanger pərgərin üzərində tozu və sürtkü yağını təmiz parça və cəlalayıcı sumbata kağızla təmizləmək lazımdır. Baxın, sürtkü yağını təmiz parça ilə olar, amma cəlalayıcı sumbata kağızı ilə təmizləmək olmaz və bıçqı ilə təmizləmək olmaz. Bunlar yəni qadağan olan hissələrdir və Y variantı da beləliklə yanlış olur. Sonra 7-də doğru olan fikri seçin. İşin sonunda lehimlənmə alətini elektrik şəbəkəsindən ayırmadan onu xüsusiyyətlığın üzərinə qoyun. Ayırdıqdan sonra onu xüsusiyyətlığın üzərinə qoymaq lazımdır. Deməli, A variantı yanlışdır. Şpindel tam dayandıqdan sonra təchizada əl vurmaq olar. Xeyr, o tam dayansa da müəyyən bir müddət işlədiyi üçün o belə deyək, isti formada olur. Əl vuran zaman müəyyən yanıqlara yol aça bilər. Ona görə o tam dayansa belə ona həmən əl vurmaq olmaz. Lehimləməyə başlamazdan əvvəl, deməli B-də səhvdir. Lehimləməyə başlamazdan əvvəl şəbəkə gərginliyinin, elektrik lehimləmə alətinin gərginliyinə uyğun olduğuna əmin olun. Bəli, doğru fikirdir ki, əmin olmaq lazımdır ki, lehimləmə alətində olan gərginliklə, belə deyim, elektrik şəbəkəsində olan gərginlik uyğunluq təşkil edir. D-də mühərrik işləyərkən reversin çevirici açarından istifadə etmək olar. Xeyr, qətiyyən çevirici açardan, yəni reversdən istifadə etmək olmaz. Yəni, təbii ki, mühərrik işləyən zaman istifadə etmək olmaz. Yəni, iş proses bitdikdən sonra istifadə edə bilərik. Mühərrik tam dayansa da direli əldən buraxmaq olmaz. Təbii ki, mühərrik tam dayandıqdan sonra onu əldən buraxmaq olar. 8-də yanlış fikri seçin. Qaynar maye ilə ehtiyatlı davranmalı, tutqacdan istifadə etməli, qapağı isə özünüzə tərəf olmaqla 3 dəfəyə qaldırın. Elə yanlış fikrimiz adı 3 dəfəyə qaldırın, yox 2 dəfəyə qaldırmaq lazımdır. Yarma, paxlalı bitkilər və makaron məmulatları quru yaxşı havalandırılan otaqda saxlanılır, doğrudur. Qızdırıcı elektrik cihazlarını quru əllə yandırmalı və söndürməli. Bu da doğrudur. Direlin pərçimlənməsinə yol verməmək üçün onu bərk sıxmaqla gücə salmaq olmaz. Bəli, bu da doğru fikirdir. Y-də isə bərk səthlərdə işləyərkən gücü çox olan direli 2 əllə tutmaq lazımdır. Bəli, bu da doğru fikirdir. Deməli, bizim yanlış fikrimiz olur A variantı. D-də hansı təhlükəsizlik və sanitariya qaydası yanlışdır? Baxaq. Sacı yandırmaq üçün tez alovlanan və yanan mayələrdən istifadə etməyin. Bəli, doğrudur. Maxara hazırlayarkən sacı evdən kənarda, bunun üçün ayrılmış xüsusi yerdə yerləşdirin. Bu da doğru fikirdir. Doğrama zamanı bıçaq düzgün tutulmalıdır. Tiyəni yüngülcə sola əymək lazımdır. Baxın müəllimlər, elə yanlış C variantıdır ki, doğrama zamanı bıçağı düzgün tutulmalıdır. Tiyə yalnızca yüngülcə sağa əymək lazımdır. Deməli, bizim yanlış olan sanitariya və təhlükəsizlik qaydamız elə C variantıdır. Baxırıq deyə, isti emal edilməyən və çiy halda işlədilən bütün növ tərəvəzlər yaxşı yuyun. Yəni, isti formada emal edilməyən və çiy halda istifadə edəcəyimiz tərəvəzlər yaxşı yuyulmalıdır. Bu da doğrudur.
Sacı böyüyən ağacın yaxınlığında yerləşdirməyin. Bəli, bu da doğru təhlükəsizlik qaydasıdır. Deməli, bizim olduğu variantımız C variantı. Sonra onda isə geyimin hissələrini və saçların tikiş maşınının fırlanan hissələrinə ilişməsi, məmulatın detallarının birləşməmişdən əvvəl hissələrin arasında əl iynəsinin və yaxud da ki, sancaqların olub-olmamasını yoxlamaq, maşının sazlığını yoxlamaq, maşını söndürmək, iş yerini yığışdırmaq, barmaqların iynə ilə zədələnməsi. Deməli, deyir ki, aşağıda verilənlərdən hansına aid fikir yoxdur? Yəni, burada göstərilən nümunələrdən hansına aid fikir verilməyib aşağıda verilən variantlarda. Baxırıq, iş zamanı nəyi etmək olmaz? İş bitdikdən sonra nəyi etmək lazımdır? İşə başlamamışdan əvvəl nə etmək lazımdır və işdə təhlükələr. İndi baxırıq görək hansı var, hansı yoxdur. Geyimin hissələrini və saçların tikiş maşınının fırlanan hissələrinə ilişməsi. Bu aiddir işdə təhlükələrə. İşdə təhlükələrə aiddir. Deməli, D variantına uyğun bir fikir verilib. Məmulatın detallarını birləşməmişdən əvvəl, yəni birləşdirməmişdən əvvəl hissələrinin arasında əl iynəsini və sancaqların olub-olmamasını yoxlamaq. Bu isə müəllimlər işə başlamazdan əvvəl nə etmək lazımdır? Ona aiddir. Deməli, C-yə də aid bir fikir var. Maşının sazlığını yoxlamaq. Bu da işə başlamamışdan əvvəl aid olan bir fikirdir. Sonra iş yerini yığışdırmaq. Bu isə iş bitdikdən sonraya aid olan bir fikirdir. Barmaqların iynə ilə zədələnməsi isə bu isə iş zamanı, yəni işdə olan təhlükələrə aid olan bir fikirdir. Burada yalnız iş zamanı nəyi etmək olmaz? Həmin fikrə aid, yəni hansı ki 6 fikir verilib, onlara aid verilməyib. Yəni ona aid bir nümunə göstərilməyib. Belə müəllimlər. Bu qədər.